Yoxsa siz elə güman eləyirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də Allahın köməyi nə vaxt gələcək dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De ki, verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbəyə, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.